Cəllabadda dəhşətli qətl hadisəsi baş verib. Əmi qardaş uşaqlarını baltalayıb. Hadisəyə səbəb nə olub? Növbəti sujetimizdən biləcəksiniz. Gördük, baltı ilə doğrayıb, uşağın beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Uşağım şok içindədir. Əmin yəni necə qiya bilər? Biz qardaşın, öz əmsi, öz qardaşı balasın hansı şəkildə necə qiya bilər? Yəni bu insana yaraşan bir şey deyil. Dəhşətli hadisə Cəlilabadın Üçtəpə kəndində qeydə alınıb. Şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində əmi 49 yaşlı Əli Nağıyev, yeniyetmə qardaşı qızı 15 yaşlı Həqiqət Nağıyevə və 14 yaşlı qardaşı oğlu Hüseyin Nağıyevə balta ilə xəsarətləri yetirib. Uşaqlar, yəni kəndimizin, gözümüzün qabağında böyüyən uşaqlardır. Çox qanacaqlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Tapşırıymış yoldaşa getmə, qonşunun evinə getmə. O da gedən kimi eləncə hadisə baş verir. Özü yaxının evinə gedib, başqa evə getməyib. Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyevin cinayət əməlini içkili vəziyyətdə törətdiyi bildirilir. Məlumata görə Əli Nağıyev Dağıstandan Azərbaycana bir neçə gün əvvəl qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. Əmisi təzə çıxmışdı içəridən. Yəni zindanda idi, təzə çıxmışdı içəridən. Yəni biraz içkizad içən idi. Yəni elə də bildiyimizə görə İçkili halda olub, hadisə baş verəndə, yəni bildiyimiz budur. Hal-hazırda uşaqların atası yoxdur burada, fəaliyyət işləyir. Dağıstanda, Rusiya Federasiyasındadır, anaları ilə uşaqlar qalırdı. Hətta uşaqlar, yəni bizim bildiyimiz, gördüyümüz kimi kartuşka sahəsində bunlar, yəni fəaliyyətçiliklə dolanan uşaqlardır. Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq 15 yaşlı Həqiqət Nağıyeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəstələrə təcili tibb yardım şöbəsində yardım göstərilmiş, onlarda bədənin müxtəlif nahiyələrinin çoxsaylı yaraları təyin edilmişdir. Xəstələrin hər ikisi reanimasiya şöbəsinə yerləşdirilmiş, onlara müvafiq lazımi yardım göstərilmiş, reanimasyon tədbiri aparılmışdır. Apardığımız tədbirlərə və yardıma baxmayaraq xəstələrdən biri qadın cinsli şəxs ölüm faktı qeyd edilmişdir. Artıq cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Əli Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Dövlətimizdən bunu istəyirik ki, ağır cəza versin. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Rövşən Almazoğlu, Fidan Səfərspoyuz, Xəbər Cəlilabad.